Bugünkü dünya düzəninin formalaşması, biz bu günləri yeni dünya düzəninin, mən deyərdim ki, bunu bu sahənin məşhur ekspertlər də təsdiqləyirlər ki, daha çox biz yeni dünya düzəninin formalaşmasının başlanğıc mərhələsindəyik. Hələ proses gedir. Bu proses nə qədər çəkəcək, onun koordinatları necə olacaq və onun hansı çərçivələrdədir, bunu demək hələ çətindir. Amma bu günləri bir həqiqət ortaya çıxır ki, yeni dünya nizamının, yeni dünya düzəninin formalaşması prosesi qaçılmaz bir prosesdir, qarşısı alınmaz prosesdir və xüsusilə Rusiya-Ukrayna müharibəsi onun nəticələri bu prosesə ciddi təsir göstərəcək. Ona görə mən deyim, bu prosesdir, hələ onun davamını biz görəcəyik. Onun son nöqtəsi nə zaman qoyulacağı demək çətindir. Rusiya-Ukrayna müharibəsi və onun nəticələri bu prosesə ciddi təsir göstərəcək. İyun ayının 13-nə keçən gecədən İsrail Müdafiə Qüvvələrinin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları başlayıb və hərbi əməliyyatların miqyası genişlənməkdədir və hətta Birləşmiş Ştatların bu prosesə qoşulması, birbaşa qoşulması ehtimalına qədər versiyalar səslənir və əsaslandırılmış versiyalar irəli sürülür və bu müharibənin nəticələri də hesab edirəm ki, danışdığımız yeni dünya nizamının formalaşmasına birbaşa təsir göstərəcək amillərdən biri olacaq. Bütün bu reallıqlar fonunda dünyada çox ciddi siyasi, iqtisadi kataklizmlərin baş verdiyi reallıqda, iqtisadi kataklizmlərdən danışarkən İran əgər dünya neft bazarında satışın təxminən 20-30%-ni həyata keçirən Hörmüz boğazını bağlayacağı təqdirdə bir barel neftin qiymətinin 250-300 dollar qalxmasına kimi ehtimallar var. Bu günləri artıq 78 dollara qədər yüksəlib. Və bütün bunlar hamısı dünyada ciddi enerji böhranına səbəb ola bilər. Çox ciddi. Dünyada ciddi enerji böhranı bu dünya iqtisadiyyatına bilirsiniz də arxadan vurulan bir öldürücü zərbədir. Yəni siyasi kataklizmlər göz qabağında. İqtisadi kataklizmlərin bütün elementləri formalaşmaqdadır. Və bu hərbi elementlərlə müşahidə olunanda çox xaotik bir dünya əmələ gəlir və bu xaotik dünyada həm də yeni dünya nizamının formalaşması prosesi getməlidir.